Əziz Dolça və yüksələn Dolçalar. Gəlin 2026-cı ilinizi birlikdə addım-addım açaq. Qarşınızda olduqca qeyri-adi, bol dəyişiklikli, yenilənmə dolu bir il dayanır. Göydə bir çox planet bölgü dəyişir və siz də təbii olaraq bu dəyişikliklərin təsirini güclü formada alacaqsınız. Bu şərhdə Jupiterin sizə haradan şans və fürsət gətirəcəyini, Saturnin hansı sahələrdə məsuliyyət və sınaq quracağını, tutulmaların həyatınızın hansı mövzularını hərəkətə salacağını, yeni ayı, Venera geriləməsini və mühüm tarixləri tək-tək izah edəcəyəm. Əvvəldən deyim, uzun, lakin çox məhsuldar və diqqət çəkən bir il olacaq. Jupiter. Şans tərəfiniz 2025 ortalarından bəri təsir göstərən Jupiter, 2026-ın 30 iyununa kimi iş, gündəlik nizam və sağlamlıq sahənizi dəstəkləyəcək. Bu dövrdə çalışmaqdan zövq ala bilərsiniz. Faydalı olmaq, bir işin içində olmaq istəyiniz artar. Boş dayana bilməz, mütləq məşğuliyyət taparsınız. Çalışmayan dolçalar belə özlərinə gündəlik məşğuliyyət yaratmaqdan qaçmayacaqlar. İş yoldaşları, komanda, kömək edən insanlar ilə əlaqələr güclənir. Yeni işçi götürmək, dəstək almaq üçün uyğun mərhələdir. Sağlamlıqda böyük risklər görünmür, qorunan enerjiniz var. Bu dövrdə iştah artımı və kilo alma meyli mümkündür. Ailə böyük istiqamətində xüsusilə ata tərəfindən qohumlarla bağlı həll gözləyən məsələlər yumşaya bilər. 30 iyundan sonra Jupiter şirə keçir. Münasibətlər səhnəyə çıxır. Bu tarixdən sonra şansınız, evlilik, ortaqlıq və birlikdə addım atılan işlərdən gəlməyə başlayır. Münasibətlər vasitəsilə böyüyə bilərsiniz. Həyatınıza yeni biri daxil ola bilər. Mövcud münasibət ciddiləşə bilər. Birlikdə yaşamaq, yaxud evlilik qərarı gündəmə gələ bilər. Hüquqi məsələlərdə dəstək var. Yılın ikinci yarısında sosial dairəniz genişlənəcək, daha çox görünür olacaqsınız. Kuzey ay düyümü Dolçaya keçir 27 iyuldan etibarən. Ay düyümləri Dolça şir xəttinə keçir və yeni bir yarım illik talevi dövr başlayır. Bu dövrün mesajı, özünüz olun. Özünə məxsusluğunuz yüksələcək. Yolunuzu özünüz çəkdikcə parlayacaqsınız. Münasibətlər və ortaqlıqlar sizə gələcək. Lakin əsas məsələ mərkəzdə özünüzü saxlamaqdır. Saturn Qoçda. Yaxın çevrə və ünsiyyət dərsləri. 14 fevraldan sonra 2 yarım illik yeni məsuliyyət sahəsi açılır. Yaxın çevrə, qardaşlar, qohumlar, qonşular, qısa səfərlər və ünsiyyət mövzuları daha ciddi forma alacaq. Bəzi qohumlarla məsafə ehtiyacı yarana bilər. Qardaş və yaxın çevrə ilə çözülmə tələb edən mövzular açıla bilər. Təhsil, media, satış, logistika ilə işləyən dolçalar üçün intizamlı çalışma vacib olacaq. Acele deyil, plan əsasdır. Neptunun da bu sahəyə daxil olması ilə ünsiyyətdə yeni mərhələ başlayır. 17-20 fevral və 17-20 aprel tarixləri kəskin xəbərlərə və dəyişikliklərə açıqdır. Sosial media, ticarət, avtomobil mövzularında diqqət lazımdır. 2026 tutulmaları, pul mövzuları önə çıxır. 3 mart Başaq tutulması. Vergi, kredit, faiz, sığorta və maddi məsuliyyətlər gündəmdə ola bilər. 28 avqust tutulması. Pul girişi mümkündür, lakin gələn pul sürətlə çıxa bilər. Borsa, valyuta, riskli maliyyə sahələrində dəyişkənlik yüksəkdir. May və avqust ayları xüsusi nəzarət istəyir. 17 fevral tutulması. Sizin bürcünüzdə sürətli başlanğıclar, ani qərarlar və yön dəyişiklikləri gətirə bilər. Ev, sağlamlıq, şəxsi məqsədlər sahəsində böyük addımlar mümkündür. 12 avqust Aslan tutulması. Münasibətlərdə dönüş. Münasibət ciddiləşə, evlilik qərarı verilə, yaxud ayrılıq gündəmə gələ bilər. Ortaqlıq başlayan və bitən proseslər yaşana bilər. Əldə qalanlar netləşər. Karyera. Venera və Merkür retro 2 oktyabr Venüs retroya keçir. Patronlarla münasibətdə gecikmələr ola bilər. Böyük qərarlar üçün uyğun deyil. 24 oktyabr Merkür retro ilə birlikdə karyerdə təkrarlanan mövzular ortaya çıxacaq. Həll olunmamış işlər geri dönəcək. Digər enerji dövrləri. 17 yanvar Venera Dolçada. İmaj yenilənməsi, xarici görünüş dəyişikliyi üçün əla zamandır. 28 yanvar Mars Pluton enerjini artıracaq, lakin aqressiya da yüksələ bilər. Sağlamlıq və idmanda diqqət lazımdır.
24 aprel sonrası sevgi mövzuları canlanır. 19 may sonrası sağlamlıq nəzarəti üçün əlverişlidir. Nəticə olaraq, sevgili Dolça və yüksələn Dolçalar 2026-nın ilk yarısı iş və sağlamlıqda inkişaf gətirir. İkinci yarısı münasibətlər və ortaqlıqlarda genişlənmə dövrüdür. Maliyyə sınaqları azalır, idarə gücü artır. Ünsiyyət və qohum sahəsində məsuliyyət dövrü başlayır. Tutulmalar pul və münasibətlərdə ciddi qərarlar gətirir. Fevral və avqust dəyişimin ən sürətli olduğu aylar ola bilər. Yer dəyişmə və yeni sistem qurma ehtimalı yüksəlir. Bu, 2026 yol xəritəsinin sizə işıq gətirməsini diləyirəm. Yeni iliniz, yenilik, bolluq və ayıqlıq dolu keçsin. Mutlu, uğurlu, bərəkətli 2026.